Bəzi müraciətlərimiz olur ki, səhər tezdən qalxanda kofe içmədən gün ərzində özümü yorğun hiss edirəm deyərək və yaxud halsız oluram, diqqətsiz oluram, heç bir işlə məşğul ola bilmirəm, işdə adaptasiya ola bilmirəm və yaxud yeniyetmələr gəlir, gənclər, yuxulayıram, dərsdə otura bilmirəm və bunun üçün də gündəlik mütəmadi olaraq kofedən istifadə edirlər. Bir fincan kofe təbii ki, yarım saat ərzində bizim tərkibində kofein olduğu üçün adrenalinimizi yüksəldərək normal pik nöqtəyə çatdırır və beyin daxili damarlara sıxaraq qan dövranını gücləndirir. Lakin biz bədənimizdə olan bütün enerjini gün ərzində bitirə bilirik və axşam saatlarında artıq 6-7 saatdan sonra kofenin təsiri getdikdə biz özümüzü çox yorğun və halsız hiss edirik. Təbii ki, yorğunluğun qarşısını almaq üçün ilk növbədə dincəlmək, ikinci növbədə həyat tərzini dəyişmək, yəni bugün iş şəraitində gündüz olmuşamsa, axşam saatlarında havada olmaq və yaxud başqa bir işlə məşğul olmaq lazımdır və ən sonuncu gecə yuxusu lazımdır ki, bizim yorğunluğumuz bərpa olsun. Bəzən gecə yuxularında qısaltdığımız üçün çox zamanlar insanlar axşam yatarkən əsasən havada olmaqdan, maye qəbul etməkdən, qidalanmada amin turşulu qidalardan istifadə etməkdən telefonla məşğul olurlar və bu zamanda biz hərəkətsiz olaraq saatlarla telefon məlumatlarına baxırıq və yorğunluğumuzu bununla qidələmək istəyirik. Bu da ki, düzgün məlumat deyil və o yuxu sistemi bizim hansı ki 8 saatlıq insan yuxu yatmalıdır 24 saat ərzində. Biz o saatları indiririk 5 saata, 4 saata və yaxud 6 saata. Bu da bizim yorğunluğumuzun tamamilə yuxa çıxmasına mane olur. Və səhər saatları biz qalxanda təbii ki, enerji mənbəyi olmadığı üçün insan yorğun qalxır. Yenə rutin olaraq işə getməli, dərsə getməli olan insanlar və yaxud hər hansı başqa işlə məşğul olanda məcbur bir fincan kofe içməyə və o enerjimizi biz depodan çıxarmağa və o depodan çıxmış mütəmadi olaraq kofeini depodan çıxartdığımız enerji bizim albumin çatılmazlığımıza səbəb olur, elementlərimizin yox olmasına səbəb olur və getdikcə tükənərək yorğunluq bizdə ümumi uzanaraq hər gün baş verir. Lakin bu düzgün fikir deyil. Hər gün hər bir insan düşünürmü ki, səhər tezdən qalxanda mən bir 15 dəqiqəlik idmanla məşğul olum. İdman dedikdə biz fitness zallarına getmək ya bayırda 2 kilometr, 3 kilometr yol getməkdən söhbət etmirik. Biz idman deyərkən 15 dəqiqəlik səhər idmanı ev şəraitində pəncərəni, qapını açaraq oksigenlə bol evi təmin etməklə və günəş şüalarının otağımıza düşməklə 15 dəqiqəlik əl, ayaq və boyun hərəkətləri, onurğa hərəkətləri, hoppanma hərəkətləri, dərindən nəfəs alma hərəkətlərini nəzərdə tuturuq. Bir 15 dəqiqəni biz tələsmədən onu etsək və əlimizə telefon almadan, hər hansı bir digər məlumatlara baxmadan